Faiklərin əvvəla hədiyyələrdən görə çox sağ olsun. Bundan əvvəl də o belə bu mövzuda işləyir və bugün isə onun iki cildi çıxıb, bir cildə indi milli ideologiya probleminə tarixi fəlsəfi baxış. Bu həddindən artıq aktual məsələdir, həddindən artıq vacib məsələdir və bu yönümdə də faiklərin çıxışı oldu. Ancaq orada məni əlbəttə bir neçə məsələ çox maraqlandırdı. Məsələn, orada siz belə bir sözlərdə dediniz ki, məsələn, kim yazıb, məsələn, harada var ki, yazılır ki, o Azəri dilinə görə, hansı mənbə var ki, hansı mənbə var ki, o Azəri dili yazılıb deyir ki, İran dillərindən. Bu sözünüzü həm də ki, bu mənə də aiddir, çünki mən də ikinci cildi yazanda onu başqaları kimi təqribi olaraq, ehtimalla İran dillərindən hesab eləmişdim. Dünənlərindən çıxışında dedim, bunun mənə bəlkə də Məsudinin o qədər möhtəbər bir alimdir, 10-cu əsr alimi. Onun yazısı. Bir də deyim sizə ki, ondan başqa bu İran dillərinin olmağına, yahut da başqa